Ekrana yaxın oturun dəyərli izləyicilərimiz, salam aleykum hər kəsə. Niyə ekrana yaxın oturun deyirəm? Çünki metroya yaxın, kupçalı, əşyalı, tam təmirli, döşəmə parket, qranit, istipol olan bir mənzil təqdim edirəm. Burada ən xoşuma gələn xüsusiyyətlərdən biri, bir dənə baxın, bir dənə eyvanı var. Birbaşa şəhərə baxır. Bütün 360 dərəcə panorama şəhərdir. Burada da bir dənə divan qoyub, kofevi qoy, çayını qoy, dincəl, bax şəhərə. Çox ideal bir mənzildir həqiqətən. Mənzil harda yerləşir? Bir dənə istəyirəm mən sizə məlumatlar deyim. Əziz izləyicilərimiz, mənzilimiz yerləşir Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, Bakı Biznes Universitetinin Tusi Klinikasının yaxınlığı, diaqnostika ilə üzbəüz Chevrolet avtosalonunun arxasında. Zalı bir daha təqdim edirəm. Qalın 3 otaq, 137 kvadrat metr, 2 dənə eyvanı olan, yarım yerləşən proyektə sahib bir mənzildir. Bura kiçik yataq otağıdır. Adam utanır bura kiçik yataq otağı deməyə. Bir çox mənzillərin zalıdır. Çünki 25-26 kvadrat buranın elə ümumi sahəsidir. Baxın dəyərli izləyicilərimiz. Keçək mənzilimizin giriş hissəsini və sair təqdim edim. Girişdən əvvəl burada mənzilimizin master room, yəni valideyn yataq otağı var. Burada da yenə bir dənə müsbət xüsusiyyət var. Mənzilimizin panoraması yenə birbaşa şəhər və özünün daxilində özünə məxsus sanuzeli. Ən ideal proyekt odur ki, master room daxilində özünə aid sanuzelin olmağı. Təkcə sanuzel burada olmaqla bitmir. Holda da ümumi sanuzelimiz mövcuddur. Burada istipoldur. Mənzil kimliyə yaşayır? 7-8 ilin təmiri. 7-8 ildir burada yaşayış var, təmir olunub. Elə təmir olunub ki, elə sərgəli baxılıb ki, mənzilə heç kosmetik dənəsə ehtiyac yoxdur. Yəni ev özüm gəzirəm, deyirəm bəlkə bir aboyda atma olar, bir ruçka yazısı olar, heç nə yoxdur. Tam təmirlidir. Bir dənə baxın, çox geniş gembol mənzildir. 137 kvadrat, tam təmirli, kupçalı bir mənzildir. Qiymət də qeyd olunacaq, çox münasib qiymətə verir. Burada mənzilimizin deməli yerləşən mətbəx hissəsi, mətbəxi təqdim edirəm. Bir də əzizlərim hesablasaq, yəni paltar yuyan, qab yuyan, televizor, orada mikrodalğa, hər şey, kondisioner, hər otaqda kondisioner, bütün elektronikalar, mebellər nə görürsünüzsə qalacaq. Burada mətbəx hissəsidir. Baxın əzizləyicilərimiz, qiymət nədir? Əsas sual yaranır. Bir də harda yerləşdiyini deyim. Biləsiniz ki, haradır? 20 yanvar metrosuna 2 dəqiqə piyadalıq məsafədə. Özüm universitetdə bu küçədə qutarmışam. Bilirəm ki, yəni 2 dəqiqə çatırsınız 20 yanvar metrosuna. Həsən bəy Zərdabi küçəsi, Chevrolet maşın salonunun arxası. Mənzilin qiyməti də əla qiymətli, 137 kvadratı cəmi 2100 manatdan verir təmirli əşyalı. Yəni qiymət 297 min startdır. Real alıcıları da inşallah ki endirim olacaq. Burada mənzilimizin əzizləyicilər sanuzelidir, ümumi sanuzelidir, tam təmirlidir və bütün aksesuarlar qoyulub. Burada boydan boya dərin prixoji mebel yığdırılıb. Burada prixoji mebel yığdırmağa bir yer, ikincisini yığdırılıb. Burada da üçüncü yer var, görürsünüz. Yəni istəsəz yığdıra bilərsiniz. Bir daha qeyd edirəm, Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsində ASB yaşayış kompleksinə mənzil satışa çıxıb. Kompleksdə bilənlər bilir, yeraltı qarajı, geniş məhəlləsi, hər bir şəraiti var. Mənzilimizin qiyməti əşyalı, təmirli, kupçalı 297 min manatdır. Endirim də olacaq, əşyalar da nə görürsə qalacaq. Mənzil haqqında ciddi fikir olanlar 055 372 0969 nömrəsinə əlaqə saxlasınlar. Panoramada şəhərədir. Mərtəbədə 19-cu mərtəbədə əzizləyicilər. Bunların üstü də beton olur. Bu ASB-dir, Melisa'dır. Bunların üstü çox vaxt beton olur. Gəlib özü də baxa bilərsiniz. Yəni burada 5 dənə altda qonşusu var. Gəlin sual verin. Damma, sızma, qətiyyən elə şeydən söhbət gedə bilməz. 19-cu mərtəbə 2 ya 3 dənə sürətlilikdə idi. Səhv eləmirəm, 3 dənə sürətlilik olmalı idi. Tam sürətli. Ya 2-li ya 3-lü, çünki bloklarda fərqli olur. Liftlər də problemsizdir. 297 min ver, əşyalar da içində daxil, açar götür yaşa. Bizi izlədiyiniz üçün təşəkkür edirəm.